قل هل يستوي الذين يعلمون والذين لا يعلمون والصلاة والسلام على نبiyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Amma ba'd. Biz sizinlə Allahın izniyle davam edirik Minhacul Qasidin dərslərinə, kitabına və qalmışdıq sizdən namazın faydaları, namazda xuşulu olmaq üçün nə etmək lazımdır? Biz sizinlə keçən dərsin axırında namazın sirləri haqqında olan götürdük, dedik, iki məna var ki, o mənalarla yəni insan namazdan olur, xuşulu olur. Birinci odur ki, dedik ki, insanı zahirən məşğul edən şeylər. İnsanı zahirən məşğul edən şeylərdir. Bu da səslər, sonra yəni görən şeylərdir. İnsanın səslə eşitdiyidir, gözlə gördüyüdür. Buyurur ki, İbn-i Cevzi rahimehullah deyir ki, bunlar ya zahiridir ya batini. Namazdan insanı yayındıran şeylər ya zahiridir ya batinidir. Zahiri odur ki, gözlə görülür və səslə eşidilir, qulaqla eşidilir. Yəni, amma bir də var ki, yəni batində olan qəlblə nə olur? Fikirləşilir və batin daha əşəddir, daha şiddətlidir. Bəzən insan görə bilər, amma fikri namazda ola bilər. Ona görə ən çətini haradır? Qəlbi islah etməkdir. Namazda qəlbə diqqət etməkdir. Bax, deməli, deyir ki, əgər sənin fikrin eşidilən və görən şeylərlə yayınansansa, ondan yayınırsa və yayınıla bilər, deyir, onda sən nə eləməlisən? Qibləyə yaxın durmalısan ki, çox şey görməyəsən. Qiblədən çox uzaqda dayanmayasan və sütrədən istifadə edəsən. Sütrə nə edir? İnsanın sütrənin faydalarından biri də xuşunu bərpa etməkdir. Çünki insan səcdə yerinə baxarsaq, sütrədən o tərəfə fikir verməz, nəzər salmaz. Bu da onun xuşusunun artmağına nə olacaq? Səbəb olacaq. İkinci, əgər sən eşidəndə sənin fikrin yayınırsa, onda çalış biraz səslərdən uzaq olasan. Sakit otağa çəkiləsən, sakit yerdə namaz qılasan. Bir müddət, hətta o vaxta qədər ki, özünü o məsələdə islah edəsən. Lakin, bax, çoxu səslə narahat olan insanların qəlbi çox dağınıqdır, ona görə səslə narahat olur. Yoxsa heç vaxt narahat olmaz. Qəlb dağınıqdır. Bir səs eşidən kimi meyil edir ora. Bu, bəzən görsən, insanın fikir dağınıqlığı ilə bağlı da olur. Bu, bir növ, yəni xəstəliyin bir növüdür. İnsan yavaş özünü müalicə etməlidir. Və çox vaxt belə insanlar görsən ki, yəni əsəbləri də sakit insanlar olmur. Sakit, əsəbli insan olmur. Hər səs ona təsir edir, hər səs onu incidir. Deməli, bu, yəni qüsurdur. Bu qüsuru aradan qaldırmaq lazım. Bu qüsuru aradan qaldırmaq nədir? Necə olur? Qəlbin şəfası ilə, qəlbdə olan xəstəlikləri qaldırmaqla, qəlbi Qur'anla, zikirlə, dua ilə məşğul etməklə. Həmçinin o xəstəliyin, yəni, belə deyək də, müalicəsi ilə məşğul olmaqla və həmçinin təğaful etməklə. Hər dəfə o ilə, yəni, sanki məşq eləmək. Və vallahi bu insanın əsəblərini sakit edir, insanı rahatlaşdırır və hətta insanın ömrünün uzanmağına səbəb olur. Çünki çoxlu xəstəliklər var ki, əsəb xəstəliyi ilə, yəni nə olur? Səbəblənir. Çox xəstəliklər. Nə qədər insanlardan eşitirsən ki, nəsə qəzəbləndi filan xəstəliyi tutuldu. Qəzəbləndi filan olur, qəzəbləndi filan. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, lə təğdab. Yəni qəzəblənmə. İnsan qəzəblənəndən sonra qəzəblənməməsi mümkün deyil. Artıq qəzəb gəlib. Çalışmaq lazım. Qəzəbə aparan yollar olmasın. Yəni sən bilirsən ki, bu şey səni qəzəbləndirir, getmə ora. Yəni o addımı atma. Və yavaş-yavaş insan gərək özünü etməlidir, islah etməlidir bu yolda. Və bunlardan ən böyüdür dua etmək, Allahdan yalvarmaq ki, Allahım sən yardım et bu yolda, kömək ol. Deməli, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm bilirsiniz, yəni Ayşə radiyallahu anhənin pərdəsi olur. Və ona tərəf namaz qılanlar deyir, İnnəhə əlhətni ənifən ən saləti. Deyir ki, sənin o pərdəndəki olan naxışlar məni namazımdan yayındırdı. Və ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər şey öyrədib ümmətinə. Onun başına gəlib ki, Allah azə və cəllə o ilə bizə nəsiyyət edib.
Fikirsən nə dedi ki, bunu yığışdır, aşağı devam deyir, yığışdır. Mesela namazdan yayındırıb, hətta Allah Resulullah sallallahu aleyhi və səlləm deyir ki, bunu götür. Və həmçinin burada böyük fayda var. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? La salətə ində hadrati ta'am və la və huvə yudafi'uhu əl-əxbisən. Deyir ki, nə yoxdur? Namaz gələndə, yemək gələndə namaz yoxdur. Və yaxud da insanın ayaq yolusu gələndə namaz yoxdur. Niyə? Çünki onlar namazda insanın xuşusunu yayındırır. Burada namaz yoxdur sözü. La salətə ində hadrati ta'am. Və yaxud başqa rivayətdir ki, İzə uzinəl işə fəhadaral əşə fəbdəv bil əşə qabləl əşə. Deyir ki, işə namazına azan verilsə və aşa yeməyi gəlsə, aşa nədir? Yəni, axşam yeməyi. Deyir ki, işadan qabaq aşadan başlayın. Çünki o namazdan neyəməsin, yayındırmasın. Deməli, bax, Peyğəmbər sallallahu aleyhi ve selləm namazın xuşusunu namazın məkanından və vaxtından, hansı ki, bunlar önəmli şeylərdir, fəzilətə bağlıdır. 27 qat artıq savab və ən fəzilətli öz vaxtında qılınan namazdır, ən fəzilətli namaz. Və ondan namazın xuşusunu üstün tutdu. Bu da alimlər deyirlər ki, qayda var. El-fadil el-mutaalliq bizətil ibadəti afdal minəl-fadil el-mutaalliq biməkənil ibadəti əv zəmanihə. Deyir ki, ibadətin özü ilə bağlı olan fəzilət, ibadətin zamanı və məkanı ilə bağlı olan ibadətdən, fəzilətdən daha öndədir. Fəzilətdən daha öndədir. Yəni, bir fəzilət gəlib namazın özü üçün, bir fəzilət gəlib və ya ibadətin özü üçün, bir fəzilət gəlib məkanı və zamanı üçün. Özü üçündən, zamanı, məkanı üçün olan ziddiyyət təşkil edərsə, özü üçün olanı qabağa çəkirik. Allahu aləm. Necə ki, bu hadis ona dəlildir. Yəni, bunu nəyə şəhid gətirirdim? Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem həmin namazı qaytarmayıb. Deyir ki, o mənim namazımdan yayındırıb. Deməli, hadratı ta'am da, yeməyin gəlməsi və insanın yəni, əxbisəni dəf etməsi, ayaq yolusu, bu da insanı neyinir? Yayındırır. Amma namazı tam batil etmir. Və bəzi alimlər deyir ki, batil edir. Misal üçün, İmam İbn Həzm, rahiməhullah, deyib ki, batil edir. Və həmçin Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir, əgər şiddətlənərsə, namazı batil edər. Amma cümhur alimlər deyir ki, namazı batil etmir, lakin namazın savabını aparır. Deməli, namazın xuşusunun getməsi namazı batil etmir, savabını aparır. İkinci, İbn Cəvzi rahimehullah deyir ki, batini səbəblərdir. Deyir ki, batini səbəblər فطريق علاجه أن يرد نفسه قهرا إلى ما يقرأ في الصلاة ويشغلها به عن غيره. Deyir ki, insan gərək öz nəfsini məcbur etsin ki, bax, diqqət, məcbur edəsən nəfsini ki, namazda başqa şeylə məşğul olmayasan. Nə oxuyursansa, o ilə məşğul olasan. Nə oxuyursan, nə danışırsan, o ilə, nə zikr edirsən, o ilə məşğul olasan. Yəni, bu mütləq deyirsən, nə etməlisən? Qahr etməlisən. Məcbur etməlisən. Deyir ki, وَعْلَمْ أَنَّ الْإِلَّةَ مَتَى تَمَكَّنَتْ لَا يَنْفَعُهَا إِلَّا الدَّوَاءُ الْقَوِيِّ. Əgər deyir, bil ki, bu xəstəlik güclənərsə, buna yalnız güclü dərman təsir edər. Necə ki, xəstəlik biraz dərinləşəndə, gərək biraz müalicəni güclü edəsən ki, nə olsun? Xəstəlik sağalsın. Yoxsa sağalmır. Necə ki, insan biraz təzə soyuqlayanda, tez nəsə eləyirsən, keçib gedir. Ona görə insan ya tez soyuqladı, tez üstünə düşsün, nəsə etsin, dərman içsin, qorxma dərman içməkdən. Hər hansı bir dərmanları iç, tez sağal. Amma görürsən ki, gözlü deyil, indi sağalaram, yəqin ki, heç nə yoxdur, yəqin ki, dərinləşdi insan. Dərinləşəndən sonra artıq sistem, o birisi, yəni dərinləşir. Bu da elədir. Yəni, insan əgər az yayınandırsa, ona nə lazımdır? Yəni, müalicələr lazımdır ki, namazdan çox yayınmasın. Qəlbimə, o da indi deyəcək nədir deyə. İkinci, əgər yox, bu dərinləşibsə, gərəksən ciddi olasan bu işdə. Bəzi insanlar deyir ki, həmişə mən namaza girəndən çıxandan heç nə bilmirəm, nə deyirəm, nə oxuyuram. Yəni, bu artıq güclü müalicə lazımdır. Namaza. Və bax, deyir, əgər insan dediklərini namazda, yəni, fikirləşmirsə,
Bu insan deyil. Nəyin misalı? Sanki türklərdə belə bir söz var, saçmalayır. İbn Cavzi deyir ki, onun misalındadır deyir. Yəni sanki danışırsan, heç nə başa düşmürsən. Yuxudakı kimi insan. Bəli. Bax, bunun kimidir, təsəvvürlə. Ona görə deyir, nə eləməlisən? Deyir, bax, onun misalı şübhələr, şəhvətlər, istəklərin misalı kimidir. Hansı ki, onlar insanda qüvvətlənəndə, iman zəifləyəndə o istəklər insanın üzərinə düşür. Necə ki, deyir, baxırsan bir ağacda o qədər sərçə var ki, orada şır o sərçələrin səsi gəlir. Və sən orada bir dənə daş atırsan, hamısı pır uçub gedir. Diqqət elə, İbn Cavzi rahimehullah nə gözəl misal verir. Hamısı uçub gedir. Amma sən bir dəqiqə sonra görürsən ki, təzədən onlar gəlib, hamısı dolub ora. Və sən onu 10 dəfə də daş atsan, onlar uçacaq, sonra yenə gələcək. Uçacaq, sonra. Allah elə misallar qoyub ki, subhanallah lazım. Yəni, alimlər də bu misalları gözəl izah ediblər. Bax, əgər sən bunu müalicə etmək üçün gərək ağacı kökündən kəsəsən. Ağacı kökündən kəsəsən ki, quşlar gəlib bir də qonmasın ora. Diqqət et. Əgər o quşların gəlməsi zərərdirsə, böyük zərərdirsə, elədir ya yox. Yoxsa ağacı kəsməsən, mümkün deyil quş oradan əl çəksin. Həmişə gələcək ora. O ağac səni yayındıran şeylərdir. Quşlar səni yayındıran şeylərdir. O ağac isə səndə bitən onlara olan meyildir. İnsan onlara olan meyili düzgün kəsməsən, düzgün müalicə etməsən, o həmişə çıxacaq və ona həmişə quş gəlib qonacaq. Deməli, sən özün səbəbsən. Ona görə, yəni, bax, İbn Cavzi rahimehullah, keçən dərsdə biz buna dedik, burada gətirir və deyir ki, bax, əgər müalicə etmək istəyirsənsə, imanını gücləndir. Və namazın sözlərinə diqqət et. Və yeni surələr əzbərlə, hətta baxasan, o surələri tədəbbür edəsən. Ondan sonra yenə ayə əzbərlə, gündə bir ayə əzbərlə. Və yaxud da o ayələrin mənalarına bax. Vallahi, böyük mənalar var. Böyük xeyirlər var Quran-ı Kərimdə. Və hətta qədimdən, nəinki indinin özündə də kafirlər belə Quran-ı Kərimi oxuyurlar. Həqiqətən, nə qədər insanlara rast gəlmişəm. Deyib ki, mən Quran oxuyandan sonra həyatım dəyişilib mənim. Ona bir bax, Quranı oxumaq lazım. Yəni, oxuduğumuz heç olmasa, Qul huvallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Mənalarını bil. Fatihənin mənalarını bil. Vallahi Fatihə mənasını bilsən, hər dəfə yəni o barədə dərslərə qulaq asmaq lazım. Fatihədə nə qədər faydalar var, nə qədər xeyirlər var. Və sonra buyurur ki, "İ'ləm ənə qat'a hubbu dunya anil qalbi əmrun sa'bun." Yəni o bitən ağac hubbu dunyadır. Dünya sevgisi. Yəni insanda olan dünya sevgisi nə qədər bitərsə, o qədər şəhvət quşları gəlib qonacaq. İnsan daima yayınacaq. Onu neynədim, bunu neynədim, o işi nətər elədim. Ona görə hətta İbn Cavzi rahimehullah burada deyir ki, namaza gəlməmişdən qabaq biraz namaz üçün hazırlaş. Dinəmə hara gedirəm. O fikirləri biraz yayındır. Ona görə sünnələr bizə niyə buyurulub? Sünnələr buyurulub ki, o fərz üçün biz hazır olaq. Fərzi zayi etməyək ona görə. Və sonra nə deyir? Deyir ki, bil ki, dünyanı kəsib atmaq amrun sa'bun ciddən. Çox çətin bir işdir. Deyir ki, və zəvaluhu bil kulli aziz. Deyir, onu bütünlüklə aparmaq, yəni demək olar mümkün deyil. Yəni azizdir, çox ağırdır. Fəyəqul ictihad fil mumkin minhu. Ya artıq bundan sonra nə qalır? Mümkün qədər ona olan sevgini neyəsən azaldasan. İctihad edəsən ki, yəni ona olan sevgin azalsın. Bu da nə ilə olur? Quran ayətlərin tədəbbürü ilə, elm öyrənməklə, mənalara diqqət etməklə, namazda olan mənalara baxmaqla, insan öz zəlilliyini Allah qarşısında daima yada salmaqla, Allahın nemətlərini xatırlamaqla, bunlarla olur. Yəni, bunlar qəlbi gücləndirir. Və sonra buyurur ki, inşallah bitiririk. Deyir ki, həmçinin namaz qılan insan həmişə namazında xüsusi savab gözləməlidir. Deməli ki, qoy bu namazdan mən böyük savab əldə edim. Necə ki, onu
yəni o haqda təqsirkar olarsa, onda ona bəla gəlməsindən qorxduğu kimi savabını da gözləməlidir. Ona görə deyir, neynə? Yəni sən buna diqqət et və bax, sələflərdən olub, burada böyük məsələlər var əslində, sadəcə vaxt yoxdur. Bax, burada nə deyir? Deyir ki, Zurar ibn Əbi Əvfə bir dəfə namazda duranda və İzə nuqirə fin-nəqur ayəsini oxuyur. Gör, tədəbbür nə qədər güclü olur ki, o yəni, axırıncı ayə olur. Yəni oxuduğu vəfat edir oyuna. Yəni ürəyi partlayıb ölür oyuna. Təsəvvür et. Gör, necə tədəbbür ediblər. Və sələflərdən bir nəfər olur, o alimin adı yadımdan çıxdı və deyir, o həmişə oğlu namazda olanda heç vaxt cəhənnəm ayələrini oxumazdı. Çünki hər dəfə oxuyanda oğlu özündən gedərmiş. Və bir dəfə yəni namaza başlayanda oğlu olmur, sonradan gəlib qoşulur. Və o da cəhənnəm ayələrini oxuyur və bu ilə oğlu vəfat edir namazda. Təsəvvür et. Yəni, görün necə Qur'anı tədəbbür edən insanlar var. Fəizə nuqirə fin-nəqur, yəni ayəsi nə deməkdir? Yəni, o gün sura üfürüləcəyi vaxt. Fəzəlikə yevmə izin yevmun əsir aləl-kəfirinə qayru yəsir. Deyir ki, o gün həqiqətən heç asan olmayan, çətin olan bir gün olacaq, kafirlər üçün asan olmayacaq. Və sonra deyir ki, zərni və mən xaləqtu vəhidə. Deyir ki, məni öz yaratdığımla baş-başa bıraq. Burada da Allahın dininə qarşı həmişə döyüşən insanlara nə var? Təhdid var. Allahdan qorx. Allahın dininə qarşı mübarizə aparma. Zərni və mən xaləqtu vəhidə. Onunla məni baş-başa bıraq. Və cəaltu ləhu mələn məmdudə. Mən ona böyük mal dövlət verdim. O bəni ilə şühudə. Ona yanında olan, yardım edən övladlar verdim. O bəni ilə şühudə. Və məhhəttu ləhu təmhidə. Və onun üçün asanlaşdırdıq hər şeyi. Thumma yatma'u an əzid. Və sonra o istədi ki, yenə də artırsın. Kəllə innəhu kənə li əyətinə ənidə. Xeyr, o bizim ayətlərimizi inkar edən idi. Sonra o dedi, səurhiquhu saudə. Biz onu deyil, Saud cəhənnəminə varid edəcəyik. Yəni, innəhu fəkkərə fəqəddər. Fəqutilə keyfə qəddər. O necə fikirləşdi dinə qarşı çıxmağı. Deyir, fəqutilə keyfə qəddər. Deyir, o ölsün deyir, necə deyir, fikirləşdi o şeyləri. Sümmə qutilə keyfə qəddər. Və sonra deyir ki, necə ölsün o. Yəni, necə fikirləşdi onları, subhanallah. Və sonra Allah Teala davam edir ayətləri, yəni onun pis aqibəti haqqında. Yəni bunlar Müddəssir surəsindədir. Kim istəsə qayıdıb baxa bilər. O kim olur? Valid ibn Muğira. Valid ibn Muğira Allah Azza və Cəllə böyük şiddətli əzablara düçar edib. Və tarix həmişə ibrətdir vallahi. Nə qədər malı, dövləti, imkanları olan insanlar olub, Allahın dininə qarşı Allah axırda onlara rəzillik nəsib edib. Ona görə insan heç vaxt yerə Allahın dininə qarşı çıxmasın. İman əhlinə əziyyət verməsin. Vallahi həmişə özünün rəzilliyi ilə yəni, qutaracaq bu. Yəni, çünki bütün işlər Allahın əlindədir. Allahdan istəyirəm ki, öz dinini izzətləndirsin. Yəni, Allah Azza və Cəllə bütün möminləri, müsəlmanları qorusun, müsəlman ölkələrini qorusun və əmin-amanlıq versin. Bizim ölkəmizə, xüsusən bütün müsəlman ölkələrinə Rəbbimiz Azərbaycanımızı qorusun, vətənimizi qorusun düşmən, yəni yağılarından, pis xəbisli insanlardan, vətənimizi istəməyən, vətənimizin xeyrini istəməyən insanlardan bizi müdafiə eləsin. Bütün müsəlman ölkələrini müdafiə eləsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkəllahum hamdik. Əşhədu an la ilahe illə ənt. Əstəğfiruka. Tuğbu iləyk.